Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə və xuliqanlıqda təqsirləndirilən Rasif Xəlilovun cinayət işi üzrə hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ittiham aktı elan edilib. Məlumata görə hadisə 2025-ci il oktyabrın 11-i saat 16 radələrində Əmircan qəsəbəsi Şükürov küçəsində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Rasif Xəlilov şəxsi münasibətlər zəminində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevi qətl yetirib. Təqsirləndirilən şəxs deyib ki, 2025-ci ildə anasının telefonundan istifadə etdiyi zaman təsadüfən WhatsApp yazışmalarını görüb. O bildirib ki, yazışmalarda əvvəlcə anasına qarşı təhqiramiz ifadələrin, daha sonra isə intim xarakterli məzmunların olduğunu müşahidə edib. O deyib ki, gördükləri ona ağır psixoloji təsir göstərib, özünü alçaldılmış və təhqir olunmuş hiss edib. Onun sözlərinə görə hadisədən əvvəlki dövrdə də Ayxan borc məsələsinə görə həm onu, həm də anasını təhqir edib, nalayiq ifadələr işlədib. Təqsirləndirilən şəxsin sözlərinə görə Ayxanı görəndə özünü saxlaya bilməyib, cibindən çıxardığı bıçaqla ona bir neçə dəfə zərbə endirib. Məhkəmənin hökmü ilə o 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.